Salam aleykum əziz müsəlmanlar. Deməli bir məsələ barəsində danışmaq istəyirəm ki, hansı ki Əmir əl-Müminin Əli əleyhissalama böhtan atılıbdır. Güya Əmir əl-Müminin Əli əleyhissalam içkili namaz qılıbdır və Allah ayə nazil edibdir ki, içkili namaza yaxınlaşmayın. Və bu məsələnin bir neçə il bundan qabaq cavabı verilibdir. İstər mən tərəfindən, istəyir dindar şiə qardaşlar, elm tələbələri tərəfindən. Yəni, bilirsiniz, bu vəhhabilərdə bir dənə xəssiyyət var. Bir məsələnin cavabını verirsən, üstündən bir neçə il keçir, təzədən o məsələni yenə də qaldırırlar. Və belə deyək də, təzəliyirlər, yenidən atırlar ortaya bu mövzunu. Amma əslində narahat olmayın, bu məsələlərin cavabı verilibdir. Əmir əl-Müminin Əli əleyhissalama nə qədər böhtan atsalar da yapışmaz. Çünki ona qiyməti Allah veribdir, Allah Rəsulu veribdir. Heç kimin haqqında bu söz deyilməyibdir ki, bu söz yalnız Həzrət Əli barəsində deyilibdir ki, Həzrət Əlinin üzünə baxmaq ibadətdir. Yəni, bunu Peyğəmbər deyibdir. Yəni, möhürü vurulub bu məsələnin. Yəni, bunlar nə qədər istəsələr də Əmir əl-Müminin Əli əleyhissalama böhtan vursunlar, böhtan atsınlar, mümkün deyil. Yəni, yapışan da deyil, mümkün də deyil. İndi, bilirsiniz, bunlar nəyə görə bu kitabları yazıblar, nəyə görə bu şərləri atıblar, deyim də. Ona görə ki, sahabələrin içində içki içənlər vardı. Məsələn, Vəlid ibn Uqbə kimi, ondan sonra zina eləyənlər var idi və s. və ilaxır, böyük günahlar eləyənlər var idi. Amma Həzrət Əli əleyhissalamın fəziləti başqadır axı. İstəyirlər ki, yəni onu da gətirsinlər, onların sırasına salsınlar. Amma bu mümkün olası bir şey deyil. Əmir əl-Müminin Əli əleyhissalam, bir daha deyirəm, Allah tərəfindən sevilən şəxs idi və seçilən şəxs idi. Necə ki, elə özləri də etiraf edir, Xeybər qalasının fəthində Peyğəmbər dedi ki, Allah deyir ki, çünki Peyğəmbər heç vaxt həvai həvəsdən heç nə deməz, nə deyərsə, Allahın sözünü deyər. Peyğəmbər nə dedi? Dedi, sabah bayrağı o kəsə verəcəm ki, Allah onu sevir, o da Allahı sevir, Allah Rəsulu onu sevir, o da Allah Rəsulunu sevir. Yəni, bu məsələ aydın məsələdir və Əmir əl-Müminin Əli əleyhissalam yalancı hədislərlə yox, elə səhih hədislərlə cənnətinə müjdələnmiş şəxsdir. Bu məsələ belə. İndi ki, bu böhtanları ki, atıblar, indi sizə mənbələr də təqdim eləyəcəm. Amma ilginc olan məsələ budur. Hansı ki, Əmir əl-Müminin Əli əleyhissalama, məsələn, Əbu Davud sünənində, Tirmizi sünənində, hansı ki, deyirlər ki, güya Əmir əl-Müminin Əli əleyhissalam içkili namazda olubdur, namaz qılıbdır və bir neçə il bundan qabaq bir Hüseyin qardaş var idi və vəhhabilərin elm tələbəsi var idi, Coşqun. Və Coşqun özü dili ilə deyir ki, kim ki deyir Həzrət Əli içki içibdir, o zındıqdır. O zındıqdır, axmaqdır və elə orada maşallah mənbəyin də bizim elə qardaşlar tərəfindən düzəldilibdir video. Mənbəyin də elə sonda sizə göstərəcəm, təqdim edirlər İbn Teymiyənin öz kitabından. Yəni, Coşqun elə, belə deyək, elə Əbu Davudu da, Tirmizini də, İbn Teymiyəni də zındıq çıxartdı. Elə yeri gəlmişən zındıq məsələsinin də mənasını deyim sizə. Zındıq fars sözüdür, amma ərəbə keçibdir və İslam dinində sonradan məşhurlaşıbdır. Zındıq o kəsə deyirlər ki, münafiqdir, ikiyüzlüdür, kafirdir, dinsizdir. Yəni, buradan bura Əbu Davud da kafir çıxdı, münafiq çıxdı, Tirmizi də, İbn Teymiyyə də. Yəni, məsələ budur. Bir daha deyirəm, bunlar Əmir əl-Müminin Əli əleyhissalama belə böhtan atmaqda istəyirlər ki, digərləri ilə bərabər eləsinlər. Amma mümkün deyil. Çünki elə orada Coşqun axırda görəsiniz, özü də etiraf edir ki, Həzrət Əli ilə balaca vaxtından iman gətiribdir. Həzrət Əli əleyhissalam o şəxsdir ki, 8-10 yaşında iman gətirmişdir. Öz mənbələri yazır bunu. Həzrət Əli o şəxsdir ki, Quran-ı Kərimi əzbəri bilir. Quran-ı Kərim natiqi Quran olubdur. Və bu da hədisdə sabitdir ki, əgər Quranı canlı insan eləsən, olar Əli. Həzrət Əlini cansız eləsən, olar Quran. Yəni, samit Quran, natiqi Qurandır Həzrət Əli əleyhissalam.
İndi nəyi demək istəyirəm? Həzrət Əli o kəsdir ki, heç kim barəsində deyilməyib, amma özləri deyirlər. Kəramallahu vəcəh. Allah yüzünü ağ eləsin. Bu adam heç vaxt bütə ibadət eləməyib. Əbu Bəkir kimi. Əbu Bəkir 40 il bütə ibadət eləmişdi. Ömər özü deyir ki, etiraf edir. Deyir ki, cahiliyyət dövründə iki məsələ var idi ki, birinə gülürəm, birinə ağlayıram. O şeyə gülürəm ki, xurmadan büt düzəldirdik, ona ibadət edirdik, acanda onu yeyirdik. Bir şeyə də ağlayıram ki, cahiliyyət dövründə qızımı diri-diri bastırdım. Amma Əmir-əl-Möminin əleyhissalam bunların heç birisini eləməyib. İndi bunlar istəyirlər gətirsinlər, onlarla tay qoysunlar. Mümkün olası bir şey deyil. Onu da ki, böhtanla eləyə bilərlər də, ancaq başqa nə eləyə bilərlər. Amma böhtan da ki, bu kişiyə yapışmaz. Əmir-əl-Möminin möminlərin əmridir. Əmir-əl-Möminin Allahın və Rəsulunun sevdiyi şəxsdir. Mələklərin sevdiyi şəxsdir. İndi təqdim də eləyirəm, bunları görün. Əqidənizdə şübhə eləməyin və bilin, Peyğəmbərdən sonra haqq yolu Əli yoldur. Qiyamətə kimi, ya Əli, sağ olun. Onu kim deyir Həzrət Əli Yox, Şəraf? Coşqun. Bax, Onu qulaq kim as. deyir? Deyiblər mənim əzizim. Bax, qulaq as. Kim deyir? İndi, bax, qulaq as. Onu deyib, onu etiqad edən ki, Əli ibn Əbi Talib şərabxor olur, bax, o ən axmaq insandır, zındıq insandır o adam. Yəni, mən bunu sənə deyirəm. Kimliyinə asılı olmayaraq, ha. Kimliyinə asılı olmayaraq, ha. Əli ibn Əbi Talibə şərabxor deyən adam zındıq. Əslən. Kimsə Əli ibn Əbi Talibə şərabxor deyərsə, şərabxor deyərsə, içib deyibsə də, kimsə deyibsə də, yəni mən deyirəm ki, o adam yəni zındıq adamdır. Yəni o etiqaddadır. Bax, Coşqun, mənim əzizim, qulaq as. Səhih rivayətlər Əli ibn Əbi Talib uşaqlığından da Allaha şərik qoşub, nə də şərabxor olub, nə də zinakar olub.